Əvvəlcə yazıçı Anar. Yazıçı Anar görək Həmid Herisi ilə bağlı nə deyib? Yoxsa hörmətli rejissorumuz, yoxsa birinci Həmid Herisinin açıqlamasını verək, ondan sonra Anarın ona münasibətini çatdıraq, olarmı? Əvvəlcə Həmid Herisinin. Həmid Herisi niyə fars ağzı ilə danışdığı, İrandan paylaşdığı video tanıyırsınız. Bu Pravdaz belə bir məqala ilə yazı hazırlayıb və burada bir videosu var. Həmin videonu sizin diqqətinizə çatdıraq dostlar. Videoda Həmid Herisi Dostlar, Təbrizdən danışır. Səs bilmirəm, nə dərəcədə eşidirsiniz yoxsa yox. Həmid Herisinin Təbrizdən verdiyi mesajlar, suallar doğurur. Yəni, bəziləri deyir ki, bu İranı dolayısıyla müdafiə edir, yoxsa nə? Davam edək dostlar, görək Həmid Herisi nə deyir, ondan sonra yazıçı Anarın mövqeyini diqqətinizə çatdıracağıq. Təbriz təsəlli deyil Bakıya. Naxçıvanda ölmüş insanlar üçün, yanmış bombalar üçün Təbrizin özündə də vəziyyət olur. Yaxşı deyirlər ki, Naxçıvana düşmüş bu bombalar İrandan atılır deyil, başqa yerdən atılır. Hər halda Təbrizdə bu söz-söhbət getməkdədir. Baş verilmiş hadisə dərindən öyrənilməlidir. Öncədən fikirlər demək hələ tezdir. Və həm də əziz dostlar, bu çıxış Seyid Əli Xameneinin portretinin qarşısında bu çıxış edib və sosial şəbəkələrdə də belə bir müzakirələr gedir. Niyə Həmid Herisi belə bir ifadələr işləsin? Həmid Herisinin özü də Cənubi Azərbaycandan da əziz dostlar. Görək mövzu ilə bağlı yazıçı Anar Həmid Herisinin bu açıqlamasına hansı münasibət sərgiləyir? Yəni, qəbahətmi iş görüb, səhvmi iş görüb? Yazıçı Həmid Herisinin İranın mövqeyindən çıxış etməsindən sonra onun İranlı yazıçı Əli Çağla ilə yaxınlığı gündəmə gətirilib. Bütün bunların fonunda heç bir iş sahibi olmayan yazıçı Əli Çağlanın Bakıya gəlişinin hansı maddiyatla qarşılanması Həmid Herisiyə və ona Yazıçılar Birliyində göstərilən xüsusi diqqət müzakirələrə səbəb olub. Güney Azərbaycan Ədəbiyyatı Komissiyasının keçmiş gənc sədri Sayman Aruzun sədrlikdən uzaqlaşdırması məsələsi yenidən müzakirə olunur. AYB-nin Azərbaycan Yazıçılar Birliyinin İran meyilli yazıçılara önəm verməsi tənqid edilir. Bununla bağlı Pravda saytı AYB sədri, xalq yazıçısı Anarın fikirlərini öyrənməyə çalışıb. Yazıçı Anar bu məsələlərdən özünü kənar tutmağa çalışıb. Bilmirəm, bu məsələ ilə məşğul olmuram. AYB-nin 3000 üzvü var. Hərənin dediyinə mən cavab deyiləm. Nə deyib, özü bilər. Mən bu işə qarışmıram. Bunu da yazıçı Anar bildirib. Və dostlar, sayt deyir ki, yəni bu mövzu ilə bağlı Anarın fikirlərini bilmək, Həmid Herisinin İranla bağlı mövqeyi, yəni münasibət və deyir ki, özünü kənar tutmağa çalışıbdır. Hər halda mən tamaşaçılara müraciət etmək istəyirəm ki, Həmid Herisinin bu açıqlamasında nə qədər problem var, nə qədər qəbahət var və bilirsiniz ki, müharibə başlamamızdan bir neçə gün öncə İrana səfər edən tanınmış Azərbaycanlı yazıçı Həmid Herisinin Təbrizdən paylaşdığı video suallar doğurub və
Herisi həmin videoda İranın Naxçıvana etdiyi dron hücumları barədə danışıb. Lakin yazısının danışığından belə anlaşılır ki, onun Naxçıvanda nə baş verdiyindən tam olaraq xəbəri yoxdur. Çünki öz təbiri ilə desək, Naxçıvana yağmış mərmi, Naxçıvana yağmış bomba, Naxçıvanda ölmüş insanlar üçün Azərbaycana təsəlli verib. Mən indi Təbriz şəhərindəyəm. Xəbərlər gəldi ki, Naxçıvanda mərmilər yağıb. Təbrizdən öz doğma xalqıma təsəlli verirəm. Bunun çox böyük əhəmiyyəti var. Təbriz Bakıya təsəlli verir. Naxçıvanda ölmüş insanlar üçün, yağmış bombalar üçün. Daha bir məqam, qəribə bir məqam odur ki, Azərbaycanın rəsmi dairələrinin prezident səviyyəsində təsdiqlədiyi İran hücumunu şübhə altına alaraq araşdırılmağı tövsiyə edir. Təbrizin özündə də vəziyyət o qədər də yaxşı deyil. Deyirlər ki, Naxçıvana düşmüş bu bombalar İrandan atılmayıb, başqa yerdən atılıb. Hər halda Təbrizdə bu söz-söhbətlər gedir. Baş vermiş hadisə dərindən öyrənməlidir. Öncədən fikirlər demək hələ tezdir. Helistinin bu fikirləri sosial şəbəkələrdə insanların kəskin etirazına və qınağına səbəb olub. Onlar Həmid Helistini İranın mövqeyindən danışmaqda ittiham edib, onu Molla rejiminin xidmətçisi adlandırıblar. Məlumatınız var əziz dostlar, Naxçıvana dron hücumları olubdur. Şəkərabad kəndində məktəbin binasında yaxınlığına düşübdür və Naxçıvanda aeroportda düşübdür. Hücumlar nəticəsində də 4 nəfər yaralanıb və Azərbaycanın rəsmi dairələrinin yaydığı məlumatda dron hücumlarının İran tərəfindən həyata keçirdiyi təsdiqlənib. Daha sonra Prezident İlham Əliyev Təhlükəsizlik Şura iclasını keçirib. Prezident bildirib ki, silahlı qüvvələrimiz 1 nömrəli səfərbərlik vəziyyətinə gətirilib. Dostlar, dünən 1 nömrəli səfərbərlik vəziyyəti ilə də bağlı sizə mən məlumat verdim, açıqlama verdim, izah etdim ki, 1 nömrəli səfərbərlik elanı nə deməkdir? Arısa bir 20 dəqiqə yaxın tək elə o sual ətrafında mən həm müzakirələr, təhlillər apardım və suallara da cavab verdim. Demək dostlar, başqa bir mövzularımız var. Əvvəlcə xəbərləri diqqətinizə çatdırım, ondan sonra yəqin ki davam edəcək. Yenə İran mövzusu ilə bağlı deputat Elman Məmmədovdan maraqlı açıqlama var. Elman Məmmədov, Milli Məclisin deputatı. Deyir ki, deyirlər İranla bağlı müharibə. Üzr istəyirəm əziz dostlar. Deputat Elman Məmmədov deyirlər ki, İranla müharibə olsa Azərbaycan qalib gələ bilməz. Bu ara qarışdırmaq məqsədi ilə səsləndirilən fikirlərdir. Elman Məmmədov deyirlər ki, İranla müharibə olsa Azərbaycan qalib gələ bilməz. Bu qızışdırıcı ara qarışdırmaq məqsədi ilə səsləndirilən fikirlərdir. Azərbaycanın İranla müharibə etmək fikri yoxdur. Kim qalib gələcək, kim qalib gəlməyəcək məsələsi də müzakirə olunsun. İstəyirik ki, İranda da müharibə dayansın, qırğınlar törədilməsin. Bölgədə və bütün dünyada hamı sülh şəraitində yaşasın. Bu bizim sülhsevər siyasətimizdir. O ki, qaldı İranın bizə qarşı hərəkətlərinə, fikirlərinə. Biz bunu uzun illərdir yaşayırıq. Keçən 35 il ərzində bunu görmüşük. İşğalçı, düşmən dövləti olan köməkliklərinin şahidi olmuşuq. Bizim mövqeyimiz isə bəllidir. Sülhsevər dövlətik. İranla bizim tərəfimizdən heç bir problem olmayacaq. Allah eləsin İran tərəfi pis niyyətə düşməsin. Bu sözləri Pravda açıqlamasında Milli Məclisin deputatı, Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Elman Məmmədov deyib. Deputat xatırladıb ki, Müzəffər Ali Başkomandan Prezident İlham Əliyevin tapşırığı ilə ordu səfərbərlik vəziyyətə gətirilib. Bu demək deyil ki, Azərbaycan İranla müharibəyə yaxud da İrana hücum etməyə hazırlaşır. Qətiyyən belə düşünənlər şantaj xarakterli, əsası olmayan fikirlər səsləndirirlər.
İran ərazisində müharibə gedir, bombardımana məruz qalır. İran qonşu, sərhədyanı dövlətdir. Təbii ki, biz öz təhlükəsizliyimizi təmin etmək üçün ordumuzu hazır vəziyyətə gətirmişik. İran 4 ədəd dronla ərazimizə qarşı terror aktı həyata keçirdi. Belə gözlənilməz hadisələrin qarşısını almaq üçün Azərbaycan ordusu tam hazır vəziyyətə gətirilib. Azərbaycan, daha doğrusu Elmar Məmmədov bildirir ki, Azərbaycan müharibə tərəfdarı olan dövlətdir. Biz ədalətli, haqlı müharibəmizi etdik, torpaqlarımızı geri qaytardıq, ərazilərimizi düşməndən təmizlədik, ərazi bütövlüyümüzü, suverenliyimizi tam təmin etdik. Başqa dövlətə qarşı hər hansısa müdaxilə etmək, müharibə aparmaq fikrində olmaq Azərbaycan dövlətinin siyasəti deyil. Azərbaycan bütün qonşuları ilə bölgədə sülh şəraitində yaşamaq siyasətini yürüdür. Cənab Prezident həmişə bəyan edir ki, biz sülh yaratmaqla məşğuluq.